Salam hörmətli tamaşaçılar, Universitet Televiziyasının xəbərləri proqramı efirdədir. Naxçıvan Dövlət Universitetində Heydər Əliyev Universitetinin 175-ci məşğələsi keçirilib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım gününə həsr edilmiş Heydər Əliyev idealları və müasir Azərbaycan mövzusunda məşğələdə əvvəlcə ümummilli liderin xatirəsi dərin ehtiramla yad olunmuşdur. Universitetin rektoru Professor Salih Məhrəmov məşğələdə giriş sözü ilə çıxış edərək dünya şöhrətli siyasi xadim Heydər Əliyevin Azərbaycanın milli müstəqilliyinin qorunmasında, güclü və qüdrətli dövlət kimi dinamik inkişafında, Azərbaycanın dünyada tanınmasındakı misilsiz xidmətlərindən bəhs etmişdir. Qeyd olunmuşdur ki, məhz ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurlu davamı sayəsində bugün Azərbaycan Cənubi Qafqaz regionunun aparıcı ölkəsinə çevrilmiş, dünya siyasət arenasında layiqli mövqeyə sahiblənmişdir. Rektor çıxışının sonunda Heydər Əliyev şəxsiyyəti və siyasətinin həmişə yaşar mənəvi irsinin öyrənilməsi, gələcək nəsillərə çatdırılmasının zəruriliyindən bəhs etmişdir. Universitetin Tərbiyə İşləri üzrə prorektoru, fəlsəfə elmləri doktoru Məmməd Rzayev mövzu ilə bağlı ətrafını məruzə edərək bildirmişdir ki, ümummilli lider Heydər Əliyev ölkədə siyasi anarxiya və xaosun baş alıb getdiyi xarici və daxili separatçıların təhriki ilə vətəndaş müharibəsi və milli parçalanmanın qaçılmaz olduğu bir şəraitdə yenidən hakimiyyətə gələrək xilaskarlıq və liderlik missiyasını şərəflə öz üzərinə götürmüş, xalq və hakimiyyət eşitdirliyini simvolizə edən, müstəqil, azad və demokratik ölkənin mənafələrini müdafiə edən, Azərbaycançılıq ideologiyasını qürurla təbliğ edən qətiyyətli siyasəti ilə əbədilik qazanmışdır. Dahi Öndərin milli ideologiyasının formalaşması, məqsədyönlü uğurlu xarici və daxili siyasət yürüdülməsi, müstəqil Azərbaycanın güclü iqtisadiyyatının, maddi-texniki bazasının və mənəvi əsaslarının qoyulmasında əvəzsiz rolu olmuşdur. Natiq məhz Heydər Əliyevin sayəsində Azərbaycanın 20-ci əsr sivil, hüquqi, demokratik dövlət kimi qədəm qoyulduğunu vurğulayaraq bildirmişdir ki, ümummilli lider Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycanın daha da qüdrətlənməsi və çirklənməsi naminə bu siyasətin yeganə layiqli davamçısı Prezident İlham Əliyevin ətrafında sıx birləşməli, Heydər Əliyev ideyalarına sədaqət, milli birlik nümayiş etdirməliyik. Naxçıvan Dövlət Universiteti Yeni Azərbaycan Partiyası Universitet Şəhərciyi Ərazi İş Təşkilatı Universitetin bir qrup tələbəsi üçün Heydər Əliyev Muzeyində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım gününə həsr edilmiş mərasim keçirib. Universitetin rektoru Professor Salih Məhrəmov xalqımızın tarixini amansız keçmə-keçlərdən uğurla keçirib yaşatmağı, inkişafa doğru istiqamətləndirməyi bacaran dövlət xadimi, uzaqgörən siyasətçi Heydər Əliyevin Azərbaycan tarixindəki rolundan bəhs edib. Rektor vurğulayıb ki, Heydər Əliyev Azərbaycan xalqının tarixində və taleyində elə bir şərəfli həyat yaşamışdı ki, onun xatirəsi Azərbaycan xalqı yaşadıqca yaşayacaqdı. O, hər zaman xalq ilə nəfəs almış, həyatının mənasını xalqına xidmətdə görmüşdü. Xalq da həmişə Heydər Əliyevi sevmiş, onunla fəxr etmiş, onun siyasətini dəstəkləmiş və etibarlı dayağına çevrilmişdi. Yeni Azərbaycan Partiyası Universitet Şəhərciyi Ərazi İş Təşkilatının sədr müavini, Beynəlxalq Münasibətlər Kafedrasının baş müəllimi Şamxal Məmmədov Azadlıq Yolçusu məruzəsində vurğulayıb ki, Azərbaycan xalqı çox xoşbəxtdir ki, onun Heydər Əliyev kimi dünya miqyasında sayılıb seçilən ümummilli lideri var. O, bugün cismən aramızda olmasa da əbədi bizimlə olacaq və əziz xatirəsi xalqımız tərəfindən heç vaxt unudulmayacaqdır. Çünki Heydər Əliyevin bütün dövrlərdəki fəaliyyəti vətənə sevgi, xalqa məhəbbət nümunəsidir. Azərbaycanın dövlət müstəqilliyinə nail olmaq və onu möhkəmləndirmək ulu öndərimizin amalı olmuşdur. Onun işıqlı əməlləri daim yaşayacaq, memarı və qurucusu olduğu müstəqil Azərbaycan isə gündən-günə inkişaf edərək çiçəklənəcəkdir. Yeni Azərbaycan Partiyasına üzv qəbul edilmiş tələbələr üzvlük vəsiqələri təqdim edildikdən sonra tələbələr ulu öndərin həyat və siyasi fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar. Naxçıvan Dövlət Universitetinin konservatoriya binasının foyesində müntəzəm olaraq rəsm əsərlərinin sərgisi təşkil olunur. Bu dəfəki sərgi isə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım gününə həsr olunub. Sərginin açılışında Universitetin rektoru Professor Salih Məhrəmov çıxış edərək bildirib ki, Azərbaycan mədəniyyət və incəsənətinin inkişafında müstəsna rol oynayan Heydər Əliyev hakimiyyətdə olduğu müddətdə daima milli dəyərlərimizə xüsusi önəm verərək onu dünyaya tanıtmışdı. Rektor bildirib ki, dahi şəxsiyyət Heydər Əliyev hər şeydən əvvəl əhalinin geniş kütlələrinin, dünya incəsənətinin, musiqisinin ənənələri və ən yaxşı nümunələri ilə tanış olmaları üçün şərait yaradılmasına böyük diqqət yetirirdi. Çünki yüksək incəsənət ilə təmas insanı həmişə
zənginləşdirir, yüksəldir, onu daha yaxşı və daha xoşbəxt edir. Rektor, tələbə və müəllimləri Ulu Öndər Heydər Əliyevə olan sevgilərindən doğan bu sərgi münasibəti ilə təbrik edib. Azərbaycan Respublikasının Xalq rəssamı, Universitetin Təsviri İncəsənət Kafedrasının müdiri Hüseynqulu Əliyev ümumi lideri Heydər Əliyevin həyat və yaradıcılığından bəhs edən bu sərgi haqqında məlumat verib. Sonra sərgiyə baxış olub. Fəridə Əliyevanın Şərəfli Azadlıq yolu, Fizzə Quliyevanın Qayıdış və Çiçəklənən Naxçıvan, ümumi lider Heydər Əliyevin portreti, Cavid İsmayılovun Ömür yollarında, Turayna Hüseynovanın Heydər Əliyev muzeyi, Həbibə Allahverdiyevanın Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin portreti və s. əsərlər sərgidə nümayiş etdirilib. Sərgidən sonra Azərbaycan xalqının ümumi lideri Heydər Əliyevin anım gününə həsr olunmuş mərasim keçirilib. İlk onca öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Universitetin rektoru Professor Salih Məhərrəmovun Heydər Əliyev zirvəsi mövzusunda məruzəsində Heydər Əliyevin bəşər tarixində nadir şəxsiyyətlərdən siyasət nəhəngi olmasından, Azərbaycanın milli müstəqilliyinin qorunmasında, müasir dinamik inkişafında, taleyişli məsələlərin həllindəki misilsiz xidmətlərindən bəhs edib. Mərasimdə Əməkdar İncəsənət xadimi Azərbaycan Milli Konservatoriyasının dosenti Vasif Allahverdiyevin Ömür yolu simfonik poeması nümayiş etdirilib. Bədii hissədə ümumi lider Heydər Əliyevin xatirəsinə ithaf olunmuş əsərlər səsləndirilib. Azərbaycan xalqının ümumi lideri Heydər Əliyevin vəfatından 10 il keçir. Hər il olduğu kimi bu ildə dekabr ayının 12-sində yüz minlər, milyonlar Ulu Öndərin məzarını ziyarət etmiş, ruhuna dualar oxumuşdur. Ümumilli lider Heydər Əliyevin vəfatının 10-cu il dönümü Azərbaycanın hər yerində olduğu kimi Naxçıvan Muxtar Respublikasında da ehtiramla yad olunmuşdur. Naxçıvan Dövlət Universitetinin də çoxsaylı kollektivi, professor müəllim heyəti, tələbələr dahi öndərin Naxçıvan şəhərinin mərkəzindəki abidəsinin önündən keçərək Azərbaycanı bütün dünyada tanıdan, müstəqilliyini əbədləşdirən, dünya şöhrətli siyasi xadimin parlaq xatirəsi önündə baş əymişlər. 10 illər, 100 illər gəlib keçəcək. Bu güclü, xarizmatik, fenomenal siyasətçi, dövlət xadimi və nadir şəxsiyyət haqqında hələ tarixçilər, siyasətçilər, alimlər çox yazacaqlar. Lakin heç şübhəsiz ki, bütün bu yazılanların sonu mütləq belə bir fikirlə tamamlanacaq. Azərbaycanın mübarizələr və qələbələrlə dolu olan müasir tarixi dahi insan Ulu Öndər Heydər Əliyevlə başlanır və onun adı ilə bağlıdır. Onun əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq. Allah rəhmət eləsin. Naxçıvan Dövlət Universitetində tədris prosesinin təkmilləşdirilməsinin pedaqoji-psixoloji problemləri mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutu və Naxçıvan Müəllimlər İnstitutu ilə birgə keçirilən beynəlxalq konfransın plenar iclasını Naxçıvan Dövlət Universitetinin rektoru Professor Salih Məhərrəmov açıb. Rektor müstəqillik qazanıldıqdan sonra Azərbaycanda elm və təhsilin dövlət qayğısı sayəsində inkişaf etdiyini, təhsilin normativ hüquqi bazasının təkmilləşdirilməsi, maddi-texniki təminatın istiqamətində mühüm addımlar atıldığını vurğulayıb. Qabaqcıl texnologiyaların və idarəetmə üsullarının elmi nailiyyətlər əsasında yaradılan innovasiyaların təhsildə tətbiqinin əhəmiyyətindən danışıb. Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunun direktoru hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov ali təhsildə qlobal tendensiyalar və Azərbaycanda təhsil islahatları mövzusunda məruzə edib. Final iclasda Naxçıvan Müəllimlər İnstitutunun rektoru pedaqogika üzrə elmlər doktoru professor Oruç Həsənli, tarixən sinifdən xaric diyarşünaslıq işləri mənəvi tərbiyənin vasitəsi kimi, pedaqogika üzrə elmlər doktoru professor Fərahim Sadiqov, milli təhsilin dünya təhsil sistemində inteqrasiyası, Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunun direktor müavini, pedaqogika üzrə fəlsəfə doktoru dosent Ənvər Abbasov, müasir dərs İnstitutun baş elmi işçisi pedaqogika üzrə elmlər doktoru professor Müdafiə Mahmudov ali məktəblərdə fənlərin tədrisinin psixoloji pedaqoji xüsusiyyətləri mövzusunda məruzə ediblər. Məruzələrdə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 24 oktyabr 2013-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə dövlət strategiyasında milli təhsilin inkişafın prioritet istiqamətini müəyyənləşdirilməsindən, təhsil işçilərinin üzərinə düşən başlıca vəzifələrdən, mövcud problemlərdən danışılıb. Beynəlxalq konfrans bölmə iclasları ilə işini davam etdirib. Konfrans materialları məcmua şəklində nəşr olunub. Naxçıvan Dövlət Universitetində tələbə mübadiləsi müasir təhsilin prioritet istiqamətidir mövzusunda konfrans keçirilib. Konfransı universitetin rektoru Professor Salih Məhərrəmov açaraq dünya təhsil sisteminə inteqrasiya, beynəlxalq təcrübə mübadiləsi, tədrisin səviyyəsinin yüksəldilməsi, tələbələrin xaricdə təhsil alması, yeni informasiya texnologiyalarının tətbiqi istiqamətində universitetin qazandığı nailiyyətlərdən, çoxillik təcrübəsindən bəhs edib. Rektor bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinin qayğısı və dəstəyi ilə dünyanın tanınmış universitetləri ilə beynəlxalq əlaqələrini genişləndirən universitet bir çox beynəlxalq layihələrdə uğurla təmsil olunur. Tələbə mobiliyinin
tələblərinin artırılması nəticəsində bir neçə tələbə müxtəlif ölkələrin ali təhsil ocaqlarında bakalavr təhsillərini davam etdirir. 2 nəfər doktorant isə Santiago de Compostela Universitetində oxuyur. Beynəlxalq təhsil proqramlarına qoşulmaqdan məqsəd ali təhsil qurumları arasındakı əməkdaşlığı inkişaf etdirmək, qlobal səviyyədə ölkələr arasında maddi və mənəvi mədəniyyəti paylaşmaqdır. Universitetin beynəlxalq əlaqələr üzrə prorektoru, riyaziyyat üzrə fəlsəfə doktoru Anar Kazımov Erasmus Plus və yeni imkanlar məruzəsində məlumat verib ki, 6 müxtəlif proqramı əvəz edəcək Erasmus Plus proqramı şərq tərəfdaşlığı ölkələri universitetlərinin tələbə və əməkdaşlarının Avropada təhsil almaq və ya təlim keçmək imkanlarını daha da genişləndirəcək. 150 tərəfdaş ölkəni birləşdirəcək bu proqrama beynəlxalq əməkdaşlıq üçün 3 milyard avro vəsait ayrılmışdır. Beynəlxalq əlaqələr üzrə prorektor 2014-2020-ci illəri əhatə edəcək Erasmus Plus proqramının prinsipləri haqqında məlumat verərək, qabiliyyətlərin inkişaf etdirilməsi, kredit və dərəcə mobilliyi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, Jean Monnet fəaliyyət proqramı, kadr potensialının gücləndirilməsi kimi əsas fəaliyyət istiqamətlərindən danışıb. Erasmus Mundus layihəsinin koordinatoru, tarix üzrə fəlsəfə doktoru Şamxal Məmmədov Erasmus Mundus Humerian proqramının imkanları və perspektivləri ilə bağlı məruzə edərək qeyd edib ki, Erasmus Mundus Avropa Birliyi universitetləri ilə digər ölkələrin universitetləri arasında mübadilə və əməkdaşlıq əlaqələrini artıraraq dialoq və mədəni əlaqələrin inkişaf etdirilməsini hədəfləyən təhsil və tədqiqat proqramıdır. Konfrans iştirakçıları proqrama qoşulan əməkdaş ölkələr mübadilə müddəti, tələbələrin iştirak etmək hüquqları barədə məlumatlandırılıb. Türkiyə Respublikasındakı universitetlər ilə dünya universitetləri arasındakı qarşılıqlı müəllim və tələbə mübadiləsi proqramı olan Mövlana proqramı ilə bağlı layihə üzrə əlaqələndirici Kamran Vəlizadə məruzə edib. Qeyd olunub ki, tibb fakültəsinin interna tələbələri və 1-ci kurs bakalavrla istisna olmaqla universitetin bütün müəllimləri, bakalavr, magistratura və doktorantura pilləsində təhsil alan tələbələr müraciət edə bilərlər. Məruzəçi proqrama qoşulmaq şərtləri, təhsil müddəti barədə məlumatları diqqətə çatdırıb. Naxçıvan Dövlət Universitetinin İncəsənət Fakültəsinin Xalq Çalğı Alətləri Kafedrasının hesabat konserti keçirilib. İlk öncə aparıcı kafedra haqqında məlumat verərək qeyd edib ki, 2008-ci ildə yaranan Xalq Çalğı Alətləri Kafedrasına sənətşünaslıq üzrə fəlsəfə doktoru Aynurə Quliyeva rəhbərlik edir. Kafedrada 8 müəllim və 2 baş laborant fəaliyyət göstərir. Müəllimlərdən ikisi sənətşünaslıq üzrə fəlsəfə doktoru, biri dosent, ikisi isə müəllimdir. Sonra tələbələr və müəllimlər geniş musiqi proqramı ilə çıxış ediblər. Proqramda Azərbaycan klassik musiqisinin görkəmli nümayəndələri Tofiq Quliyevin, Fikrət Əmirovun, Üzeyir Hacıbəyovun, Qara Qarayevin, Cahancirovun, Vasif Adıgözəlovun ölməz bəstələri, dünya klassiklərindən Glinkanın, Dvorakın və başqalarının məşhur kompozisiyaları, həmçinin Azərbaycan xalq mahnıları səsləndirilib. Konsertdə sənətşünaslıq üzrə fəlsəfə doktoru Aynurə Quliyevanın tələbəsi, 1-ci Respublika müsabiqəsinin Grand Prix mükafatçısı Sevinç Babayevanın kanonda, kafedranın müəllimi Vahid Məmmədovun tələbəsi Elşan Xəllovun tarda, Azərbaycan Respublikasının əməkdar artisti Gülyanaq Fərzəliyevanın tələbəsi vokalist Bəhruz Quliyevin Nasar Gedər xalq mahnısını ifa etmələri konsert iştirakçılarının böyük marağına səbəb olub və gürültülü alqışlarla qarşılanıb. Konsertin sonunda fikirlərini bölüşən universitetin rektoru professor Salih Məhərrəmov bildirib ki, bu gün İncəsənət Fakültəsinin həyatında çox əlamətlər bir gündür. Natiq universitetdə digər sahələrdə olduğu kimi ali musiqi təhsilinə də dövlət qayğısı olduğunu nəzərə çatdırıb. Rektor vurğulayıb ki, tələbələrin istedadlarının artırılmasında peşəkar müəllimlərin rolu əvəz olunmazdır və bu işdə onlara uğurlar arzulayıb. İncəsənət Fakültəsinin dekanı, Naxçıvan Muxtar Respublikasının əməkdar artisti Mübariz Əsgərov, Fortepiano Kafedrasının müdiri, prezident təqaüdçüsü Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi professor Səidə Məmmədova, Azərbaycan Respublikasının əməkdar artisti, Musiqi Təlimi Kafedrasının baş müəllimi Zeynalabdin Babayev çıxışlarında tələbələrin musiqi hazırlığından, səhnə mədəniyyətindən razılıqlarını ifadə ediblər. Çıxış edənlər tədbirin təşkilatçısı, Xalq Çalğı Alətləri Kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aynurə Quliyevanı bu uğuruna görə təbrik edib və onu daima qələbəyə aparan məsuliyyətli sənət yolunda böyük uğurlar diləyiblər. Hörmətli tamaşaçılar, Universitet Televiziyasının xəbərlər proqramı başa çatdı. Sağ olun.